Mütəxəssislərin fikrincə, qoxusu marka parfümlərdən seçilməyən bu ətirlər dəridə müxtəlif problemlərlə yanaşı, bəzən daha ciddi xəstəliklərin yaranmasına yol açır. Həkim-dermatoloq Anar Mahmudov keyfiyyətsiz ətirlərin insan orqanizmi üçün təhlükəli olduğunu bildirir. Mütəxəssis deyir ki, belə kosmetik məhsulların tərkibində zərərli kimyəvi maddələrə rast gəlinir. Bəzən bu kosmetik məhsullar allergiyadan tutmuş sağalmaz xoralara qədər çox şeyə səbəb ola bilər. İstifadə edəcəyimiz vasitələr yaxşı olardı ki, sertifikasiya olunmuş məhsullar olsun. Nəinki bizim parfümeriya mağazalarından alacağımız və yaxud da bazarlardan, marketlərdən mənbəyi məlum olmayan hər hansı bir kosmetik vasitələrin istifadəsi doğru olmazdır. Çünki müasir həyat nə qədər çox inkişaf edirsə, o qədər yeni kimyəvi maddələr həyatımıza daxil olur və həmin kimyəvi maddələr bizim orqanizmimizə mənfi təsir göstərir. Daha doğrusu mənfi təsir yox, orqanizmimiz onlara qarşı reaksiya verir və bu zaman bizim gördüyümüz allergik xəstəliklərə rast gəlinir. Həkim sertifikatı olmayan ətir və parfümeriyadan istifadənin təhlükəli olduğunu deyir. Ətirlərin birbaşa dəri xərçənginə təsiri sübut olunmayıb. Kosmetik vasitələr dərimizə ümumiyyətlə mənfi təsir göstərir. Bu zaman xüsusən parfümləri qeyd edə bilərik. Öncəki illərdə istifadə olunan parfümlər belə deyək, daha çox bitkisel və təbii mənşəlidir. Amma son dönəmlər bitkisel mənşəli parfümlərin miqdarı azalıbdır və daha çox kimyəvi maddələrlə, yəni efirlərlə zəngin olan parfümlər daha çoxdur. Həkim onu da bildirdi ki, əgər bu ətirlərdən istifadə mütləqdirsə, ondan sadəcə geyimlərə vuraraq istifadə etmək olar. Sevinç Vaqif qızı, Aydın Bayramov, Xəzər xəbər.